Sabah Mingəçevir şəhəri və Bərdə rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sferas xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Azərqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aparılacaq texniki qoşulma işləri ilə əlaqədar qaz təchizatı müəyyən müddətə dayandırılacaq. Məlumata görə Mingəçevir şəhərində yerləşən Toxuculuq və Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz xətlərinin mövcud şəbəkəyə qoşulması planlaşdırılır. Bu səbəbdən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək həmin ərazidə qaz təminatı daxildən dayandırılacaq. Nəticədə ümumilikdə 380 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Eyni zamanda Bərdə rayonunda da oxşar səbəbdən qaz kəsintisi tətbiq olunacaq. Rayonun ölçü qovşağından qidalanan Mirzələkbər Sabir küçəsində yerləşən qeyri-yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının dayandırılması nəzərdə tutulur. Bu fasilə İsmət Qayıbov, Nüşabə, Vaqif, Koroğlu, Həzaslanov, Sabir və Gəncə küçələrini əhatə edəcək. Ümumilikdə 2284 abonentin qaz təminatında müvəqqəti məhdudiyyət yaranacağı bildirilib. Qurum tərəfindən qeyd olunub ki, aparılan işlər yeni qoşulmaların təmin edilməsi və qaz şəbəkəsinin genişləndirilməsi məqsədi daşıyır. İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək. Məncə belə planlı kəsintilər müəyyən narahatlıq yaratsa da uzun müddətli perspektivdə şəbəkənin yenilənməsi və genişləndirilməsi baxımından vacibdir. Əsas məsələ odur ki, işlər operativ və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilsin. Abonentlər isə əvvəlcədən məlumatlandırılsın ki, gündəlik planlarını buna uyğun qura bilsinlər.